Yuxuda çay içmək. Bəs bu sakit və sadə görünən yuxu əslində bizə nə demək istəyir? Əslində çay yuxularda çox dərin mənalar daşıyan bir simvoldur. Bu yuxu sizin daxili aləminiz, münasibətləriniz və ruhi halınız haqqında ipuçları verir. Əgər yuxuda isti və təmiz çay içirsinizsə, bu həm ruhi rahatlıq, həm də dostlarınızla və ailənizlə olan münasibətlərdə harmoniya deməkdir. Belə yuxular yaxın zamanda sizi sakit, səmimi və dinc günlərin gözlədiyini göstərir. Əgər çayı yalnız içirsinizsə, bu bir qədər tək qalmaq ehtiyacınızı və ya düşüncələrinizi toparlamaq istədiyinizi simvolizə edir. Bəzən isə bu daxili sükut və özünə dönmək arzusudur. Yuxuda çayı bir başqası ilə içmək, xüsusilə də tanıdığınız biri ilə münasibətlərdə yaxşılaşma, anlayış və ya bir səmimi söhbətin baş verəcəyinin işarəsidir. Əgər yanınızdakı insan sizə tanış deyilsə, bu gələcəkdə həyatınıza daxil olacaq yeni bir insanı təmsil edə bilər. Bəs çay acı, bulanıq və ya soyuq olarsa, bu narahatlıqların, arada olan anlaşılmazlıqların və ya ruh halınızda olan gərginliyin göstəricisidir. Elə bil ruhunuz biraz isitməyə ehtiyac duyur. Çay həm də dinclik, daxili tarazlıq, gözləmə və təmkin simvoldur. Həyat sizə deyir, bir az yavaşla, nəfəs al və hər şey öz yoluna düşəcək.